Salam, mən Qajar Akademiyasından Sona müəllimə. Bugünkü videomuzda, videonun adından bəlli olduğu kimi second conditional izah edəcəm. Sual olaraq verə bilərsiniz ki, nə üçün first conditional deyil, third conditional, zero conditional, mixed type of conditional deyil də second conditional izah edirəm. Çünki second conditional həm akademik yazılarımızda, yəni essələrimizdə və həmçinin speakingimizdə çox istifadə olunan qaydadır. Və onun üçün də mən bu gün qaydamda second conditional başlayacağam. Qaydamızın adını lövhəyə yazıram. Second conditional. İndi gəlin öyrənək ki, bu second conditional nədir və biz onu nə zaman istifadə edirik? Deməli, second conditional imaginary situationlarda, yəni təsəvvür edilən situasiyalarda istifadə olunur, reallığa əsaslanmır. İndi mən bunu cümlə üzərinə nə demək olduğunu daha əsaslı faktlarla izah edəcəm. Deməli, second conditional. Gəlin öncəliklə öyrənək, if clause nədir? Main clause nədir? Çünki second conditionalda cümlələr iki strukturdan ibarət olurlar. Yəni, tərkib olaraq iki hissədən ibarət olurlar. If clause, bir də main clause. If clause, if əgər deməkdir, şərt hissəsini bildirir. Main clause isə həmin şərt nəticəsində yaranan, daha düzgün, həmin şərtə əsasən yaranan main clause nəticəni bildirir. Deməli, mən öncəliklə bu cümlənin formulasını sizə öyrədirəm. Formulamız necə olacaq? If plus past simple main clause-unda isə olacaq would plus verb one. Yəni, feilin kök istifadə olunur, sadə feil istifadə olunacaq. Yaxşı, gəlin bu formadan istifadə edərək, second conditional-da mənasını bura daxil edərək bir cümlə qoyaq. Məsələn, yazıram ki, əgər atam hə desəydi, mən maşın alardım. Belə bir cümləmiz var. Əgər atam hə desəydi, fikir verirsiniz ki, bu cümlədə reallıq yoxdur. Deməli, mənim atam hə demir ki, mən maşın ala bilmirəm. Bu artıq mənim təsəvvürümdür, mənim xəyalımdır ki, atam hə desəydi, mən özümə maşın alardım. İndi yazıram, əgər. Formulamda birinci əgərdə if-i yazdım, yerinə qoydum. Atam, yəni mənim atam. My father, if my father desəydi, past simple. Demək nədir? Say. Dedi dediyimiz zaman olacaq said. Keçmiş zamanda, yəni said. If my father said yes, yəni hə desəydi, mən maşın alardım. I-dan sonra nə istifadə eləməm üçün cümləmdə main clause-umda? Would. I would almaq nədir? Feilimin kökü, buy. I would buy a car. Mən maşın alardım. Would yəni edərdim, bacarardım mənası deyil də, yəni edərdim. Planlaşdırardım və edərdim, amma real deyil. Bu bizim oldu formada cümləmiz. İndi gəlin başqa bir cümləyimizə baxaq. İndi mən bu cümlədə nə izah eləmək istəyirəm? Deyirəm ki, əgər dostum çalışsaydı, xoşbəxt olardı. Xoşbəxt olardı. Əgər dostum çalışsaydı, xoşbəxt olardı. If dostum, yəni mənim dostum, my friend çalışsaydı, worked. If my friend worked. Fikir verirsə, burada id istifadə edir. Nə üçün? Çünki formulamda demişdim ki, if olan hissədə past simple istifadə etməliydim. If my friend worked, xoşbəxt olardı. Yəni, o xoşbəxt olardı, düzdürmü? He və yaxud da ki, she would be happy. İndi mən bilirəm ki, arxa fonda hamı mənə deyir ki, nə üçün biz bu cümlədə would-dan sonra be-ni istifadə etdik, amma burada sadə olaraq would istifadə etdik. Çünki artıq burada mənim hərəkətim yoxdur. Deyirəm ki, xoşbəxt olardı. Xoşbəxt olardı. Ümumiyyətcə, would sifətlərlə istifadə edildikdə biz orada be-ni istifadə etməliyik. Onsuz da be-nin özü olmaq, çevrilmək deməkdir, düzdürmü? Daha düzü olmaq deməkdir. Yəni, would be happy. Yəni, would sifətlə istifadə olunduğu zaman be-ni istifadə edərik. Amma feillə izah olunduğu zaman ehtiyac yoxdur be-ni istifadə olunmasına. Ehtiyac yox deyəndən istifadə edilməməlidir. Məsələn, deyirəm ki, məsələn, qaçmaq rundır, deyirəm ki, qaçardı. Deyirəm, would run, qaçardı, düzdürmü? Sonra deyirəm ki,
tənbəl olardı. Artıq bu olardı. Mənə deyir ki, zaten bu ardı, edərdi, would'du. Olmaq be-idi, would be. Tənbəl nədir? Lazy or idle. Yəni would be lazy, would sifətlərlə izah edildiyi zaman ikinci cümlədə main clause-da would'dan sonra be istifadə edilməlidir. Lövhəmizi təmizləyirəm. İndi mən sizə izah etməliyəm subjunctive mood. Subjunctive mood nədir? Subjunctive mood. Deməli, elə cümlələr var ki, o cümlələr reallıqdan çox kənar olur. Məsələn, bu cümlələr necə başlayır? Deyirəm ki, mən sənin yerinə olsaydım, anamın yerinə olsaydım, atamın yerinə olsaydım, dostumun yerinə olsaydım və s. və ilə axır. Bu cümlələr adlanan subjunctive mood. Qeyri-real və deyək də hadisələri əhatə edirlər, reallıqdan kənardırlar. Bu cümlələr bu formada başlayır. If plus mübtəda və mübtədadan sonra mütləq nə istifadə etməliyəm mən? Were. İlk mənə sual verirsiniz. Ay mənim. Bəs burada mənim mübtədam tutaq ki oldu. I, he, she, it. Mən necə burada were verə bilərəm? Axı biz to be-nin formalarında öyrənmişdik ki, he, she, it, I-dan was istifadə edilir. Bu sualı mənə verə bilərsiniz. Tam da yerində bir sualdır. Amma bu cümlələrdə, yəni subjunctive mood olan cümlələrdə uyğunlaşma, uzlaşma pozula bilər. Heç bir problem yoxdur. Və bütün mübtədələrin hamısı nə istifadə olunacaq? Were istifadə olunacaq. Və cümləmin ikinci səhvində yenə would ilə izah ediləcək. Gəlin baxaq belə bir cümləyə. Deyək ki, mən atamın yerinə olsaydım, çay içməzdim. İnkarında öyrənək bunun. Çay içməzdim. Mən atamın yerinə olsaydım. If I were my dad, mən atamın yerinə olsaydım, çay içməzdim. I would not deyəcəm. Niyə would not dedim? Çünki would'un sualı da, inkarı da özü ilə düzələr. Olacaq I would not drink tea. I would not drink tea. Deməli, necə oldu? Would'un sualı da, inkarı da özündən düzəldi. Özündən düzəlmək nə deməkdir? Yəni, köməkçi feylə ehtiyac yoxdur. Əsas özümüzün sözümüzdən sonra not istifadə edəcək. Yəni, would not olacaq. If I were my dad dedim burada, çünki atamın yerinə dediyim üçün olacaq. If I were my dad. Yəni, mənim atamın yerinə olmağım çox qeyri-real bir hadisədir. Yəni, bu mümkünsüzdür. Mənim sadəcə bir təsəvvürümdür, imaginationımdır bu. Bu isə bizim oldu subjunctive mood qaydamız. Ümidvaram second conditional hər biriniz üçün aydın oldu. Aydın olub-olmadığını yoxlamaq üçün sizə 2 dənə cümlə verirəm. Zəhmət olmasa kommentlər qismində öz cümlələrinizi bildirərsiniz. Birinci cümləmiz belədir. Əgər mən çox oxusaydım, imtahandan yüksək bal alardım. Növbəti cümləmiz, mən dostlarımın yerinə olsaydım, bu gün parka getməzdim. Cümlələrimiz bu qədər idi. Növbəti videolarımızda görüşmək ümidi ilə sağ olun.